Buna diqqətlə xahiş edirəm baxın. Xeyirli olsun. Bu Chevrolet Cruze avtomobildə növbəti aldanmış müştərimiz gəlib yanımıza. Özü çox pis aldanır. Özdə çox pis aldanıb. Növbəti aldanmış müştərimiz gəlib yanıma. Mən Tural Avtoservis 023 rəhbər olaraq, Tural usta olaraq haqqımda yayılan məlumatlara aydınlıq gətirmək istəyirəm. Bir neçə gün öncə bir şəxs avtomobilində problem olduğu bildirərək mənə müraciət etdi. Mən avtomobili texniki baxışdan keçirdim, nasazlığı müəyyən edib sahibinə bildirdim. İnsanların diqqətli olmağa çağırmaq məqsədi ilə həmin prosesi sosial şəbəkəmdə paylaşmışam. Videoda heç kimin adını çəkilməyib, heç kim təhqir olunmayıb. Məqsədimiz yalnız insanları məlumatlandırmaq olub, həmişəki kimi maarifləndirmək məqsədi ilə videolar çəkilib. Buna baxmayaraq, əsassız iddialar səsləndirilib və servisimizdə icazəmiz olmadığı halda çəkilişlərə aparılıb. Bir daha bildirirəm ki, mənə müraciət olunub və mənə də peşə borcumu yerinə yetirmişəm. Mənim icazəm olmadan mənə məxsus servisdə çəkiliş aparılıb və sosial şəbəkələrdə paylaşım edilib. Sosial şəbəkələrdə paylaşım edilənlərin hamısı montajdır. Əslində videonun əsli mənim səhifəmdə var, girib baxa bilərsiniz necə olubsa. Sosial şəbəkələrdə paylaşım edilib, həmin paylaşımların altından mənim ünvanıma yazılan təhqir və söyüş xarakterli rəylər artıq hüquqlarımın pozulmasıdır. Bildirirəm ki, bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin çərçivəsində məsuliyyət yaradır. Təhqir, böhtan və şəxsi toxunulmazlığın pozulmuşdur. Bu səbəbdən sizdən tələb edirəm. Xəbər portalları, sizlə dişim. Sizdən tələb edirəm. Video dərhal silinsin. Bütün təhqir və söyüş xarakterli rəylər təmizlənsin. Əks halda rəsmi şəkildə müvafiq hüquq mühafizə orqanlarına müraciət ediləcək və məsələ qanuni qaydada həllində olunacaqdır. Bu son xəbərdarlığımdır. Xahiş edirəm məsələyə obyektiv olaraq yaxınlaşasınız. Artıq neçə gündür bu mənim əsəblərimə körləyir və siz öz şərəfinizi, ləyaqətinizi alçaldaraq, söyüş söylərək, təhqir olunaraq qəbul edirsinizsə, qarşınızdakı insanı, paylaşdığınız insanların o cür olacağını da qəbullanmayın. Biz o cür olacaq situasiyaları qəbul etmirik. Zəhmət olsa da, olmasa da, rəylərinizə, paylaşdığınız videolara, hansı sosial şəbəkələrdə paylaşılıbsa, vicdanımın üstünə and içirəm ki, hər biriniz məhkəməyə verilmişsiniz, yazılan bütün rəylər daxil. O cür olmayıb, qardaş, maşın bir nəfər alıb, bir nəfər maşın satıb. Nə maşın almaqdan xəbərim var, nə maşın satmaqdan xəbərim var. Kişiliyiniz, mənliyiniz, qeyrətiniz, vicdanınız olsun. Düzgün xəbərdar cəmaata çatdırın. Hamı da elə başa düşür ki, güya ki, maşın alan mənəm, maşın satan mənəm. Adamın üzünə qarşı söysən, bu cəmaatın yaxşılarımızdan iraq. Belə insandan abişlik qalmarsınız. Çoxsularını elə bil ki, mənim gündəmdə olmağım, usta kimi fəaliyyət göstərməyim odu qoyub. Nəysə. Dediklərim sözümün üstünə dururam, 100% və 100%. Hamısı adəti orqanlara müraciət olunacaqdır.